Layihənin icra cədvəlinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları və Naxçıvan Dövlət Universitetinin Sosial İş Fakültəsinin tələbələrinə ictimai inkişafın aspektləri mövzusunda master-klass verilib. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri müavini Aytən Məmmədova bildirib ki, məqsəd ictimai inkişaf sahəsində çalışan gənclərin və Sosial İş Fakültəsində təhsil alan tələbələrin kollektivləşmə, şəbəkələşmə və özünə kömək kimi sosial dəyərlərin praktik nəticələri ilə tanış olmasıdır. Həmçinin onların regiondakı qadın kooperativlərinin inkişaf perspektivində layiqli kadrlar kimi yer almasına nail olmaqdır. Azərbaycan Kənd Qadınları Assosiasiyası İctimai Birliyinin sədri Gülbəniz Qəmbərova bildirib ki, hal-hazırda ölkənin 24 rayonunda geniş tətbiq olunan və kollektiv agrobizneslərin uğurlu nəticələri ilə kənd qadınlarının gəlirlərinin artmasına hədəflənən bu kimi layihələr mühüm əhəmiyyət daşıyır. Qadın özünə kömək qrupu modelinin təcrübəli ekspert tərəfindən təqdim olunması ustad dərsinə cəlb olunan tələbələrin marağına səbəb olub. Bu master-klassın məqsədi ondan ibarətdir ki, bu sahədə təhsil alan tələbələr gələcəkdə Naxçıvanda fəaliyyət göstərən qadın kooperativlərinin fəaliyyətində özlərinin layiqli rolunu və layiqli yerini müəyyən eləyə bilsin və onların fəaliyyətinə öz sosial iş bilik və bacarıqları ilə dəstək ola bilsinlər. Həsən Məmmədov, xanım Rüstəmzadə, Cavad Hüseynov, NTV Xəbər.